Hörmətli TM Karizmanın izləyiciləri, biz TikTok'u çəkdik. İndi ikinci videodur artıq. Bu Instagramın siyahısıdır. Tələsmədən bu adları da bir-bir eləyəcəyik, qeydiyyatdan keçirəcəyik. Moderator, sənə zəhmət, gəl bura. Instagramın izləyiciləridir. Bu da kənara çıxır. Çıxırmı kənara? Çıxmasın da kənara. Bura düşürmü? Əslində görünürmü? Hə, əla. Görünürmü? Oradan YouTube'dan görünürmü? Əla, əla, baxıram, görünür. Çək, gəl fokusa nəzarət elə, ad siyahısı itməsin. Ad siyahısı itməsin, fokusa nəzarət elə. Biraz asta çəkin. Yaxşı. Nəzarət eləyirsən, ad itmir. Hər şey kamerada olsun, itməsin. Anlatabilirəmmi? Nə? Biz bunu nəyə görə edirik? Çünki izləyicilər ədalət deyirsiniz, şəffaflıq deyirsiniz, əziyyətsiz olmaz, gözəl insanlar. Bu çətinliyi biz edirik, siz qatlanırsınız. Amma elə izləyicilər var, inanmır da, artıq onların da düşünürəm, bizə inanmayan qalmadı, düşüncə, fikirlər tam formalaşdı. Bunu qaytarın bilsinlər. Lalə. Əla. Hazır, sən fokusa nəzarət elə. İtməsin fokus. Sual verən insan, bir dənə düşün, səncə biz nə edirik, gözəl insan? Səhifəyə daxil olsun, Talibim. Səhifədə bütün məlumatlar Əlbəttə. var. Və bizi orada izləyən daimi izləyicilərimiz var. Kommentlər var. Kommentlər var. Sizlər məlumat verin. Qoy yeni gələnlər də bilsin, məlumat nədən gedir, söhbət nədən gedir. Sən şəkillərə bax. Oxunmayan ad olanda qaytart mənə geri. Oxunmayan olanda geri qaytart. Yaxşı. Oldu, Talibim. Bir dənə sual vereyim. Pauzaya bas sən TikTok'u. Bu balaca belə. Başlayın. Aha. Bu görünsün də bura. Bu da mövzu budur, itməsin. Instagram'ı yazırıq. Öz adını görənlər yazsın ki, adımı tapdım, qırmızı ürək. Adını görməyənlər yazsın ki, tapmadım, qara ürək. Tarix çox vacibdir. 30 aprel 20-33'e qədər qoşulanlar hamısı burada var. Sonradan qoşulanlar biz sizə bu canlı yayında fürsət tanıyacağıq. 1 saat, 2 saat fürsət verəcəyik. Düşünürəm ki, bu 4 aprel 20:00'da ya 21:00'da biz başlayacağıq artıq buna. Kəsimlər tam bitsin. Və sənin gündüz fürsətin olacaq ad yazdırmağa. O yüzden tələsmə. Bu da Instagramda olan, qoşulan izləyicilər. Mən təxmini baxmışam ki, haradasa 8-9 nəfər Instagramdan ayrılıb. TM Karizmanın elə fərqi buradadır. Hər kəsə fərqli yanaşır. Hər kəsə xüsusi yanaşır. Bu o cümlədən də bizim izləyicilərə də aiddir. Açılacaq əziz insan, səbirli ol, açılacaq. TikTok'da telefonlar çəkimdədir, hamısı əlimizdədir. Çəkirik ki, şey olmasın. Görünür mü hər birisi? Hər biri görünür. Şimdi istəsə saxlasın, videonu pauza eləsin, baxsın. Doğrudan rahat olacaq ha elə. Necə? Rahat olacaq değil mi? Bəli, təbii ki. Biz lazım olan edirik. Sən əgər öz adın üçün əziyyət çəkmək istəmirsənsə, mən düşün ki, hər birinizin adı üçün bu cür ehtiyatla yanaşmışam. Bu mənə əziyyət deyil, amma siz etsəydiniz əziyyət deyil ki, nəticədən danışmaq rahatdır. İş gedərkən hardaydın? Bəli. Bildin? Tam doğru. İş gedərkən hardaydın? Nəticəyə köklənməyə nə var ki? Elə olmadı və iş gedərkən
Ona görə heç kəsi narazı salmamaq üçün çox çətindir ha. Bəzən insanların, toplumun ədalət anlayışı ədalətlini küncə sıxışdırır. Bu çox vacib bir sözdür. Bunu mən danışacağım bu haqda. Bu şəxsi təcrübəm oldu. Narahat olmayın, tapacaqsınız. Siyahını bugün paylaşdıq YouTube'da. Instagram'da ya TikTok'ta paylaştığımız kısa varyant. Demişik ki tam versiya YouTube'dadır. 30 dənə ada baxmısan. Ona görə sən onu düzelt. Bax düz edirsən. Qoyma, əlini tut, çıxmağa qoyma orada. Mənə deyirsiniz ki tapa bilmədim. Necə tapasın? Tam versiya YouTube'dadır. Instagram'a, TikTok'a sadəcə 100-150 adı yollamışıq. Götürmür də, yəni istifadəçilər bilir. Bunu belə eləmək çox çətindir. O yüzden əzizlərim, tələsmirsən, boşdur görürsən. Boş oldu, dolu oldu. Əla, gördün. Bir də qeyd edək ki, Instagram'da bizdə nə var? Gözəl insanlar, yeni sponsorlar var. Asmart. Artıq bizim belə gözəl. Bizim burada izləyicilər görsünlər. Çox dəyərli hədiyyələrimiz var. Bəli, TM Karizmada fərqinlə fərq yaratdı.